Balaca dəvə və səhranın dostu. Bir zamanlar böyük bir səhrada balaca bir dəvə yaşayırdı. Onun adı Mavi idi. O öz ailəsi ilə birlikdə səyahət edirdi. Amma bir gün qum fırtınası baş verdi və Mavi yolu itirdi. Mavi səhranın sonsuz qumlarında tək qaldı. Günəş yandırır, isti hava nəfəsini kəsirdi. O nə edəcəyini bilmirdi. Birdən yaxınlıqdakı daşın üzərində kiçik bir yaşıl kərtənkələ gördü. Salam, sən niyə bu qədər kədərlisən? Kərtənkələ mehribanlıqla soruşdu. Mən öz sürümü itirmişəm və evə necə qayıdacağımı bilmirəm. Mavi kədərlə cavab verdi. Kərtənkələ gülümsədi və dedi. Mən bu səhranı yaxşı tanıyıram. Sənə kömək edə bilərəm. Kərtənkələ qumların üzərində izləri izləyərək Maviyə doğru yolu göstərdi. Birlikdə onlar böyük qum təpələrini aşdılar, sərin kölgələrdə dayandılar və uzaqdan gələn səsləri dinlədilər. Axırda Mavi öz sürüsünün izlərinə rast gəldi. Uzaqdan anasının səsini eşidən kimi sevinc içində ora qaçdı. Çox sağ ol, kiçik dostum. Sən olmasaydın mən heç vaxt evə qayıda bilməzdim. Mavi minnətdarlıqla dedi. Həmişə dostlarına güvən. Səhrada kömək etmədən yaşamaq mümkün deyil. Kərtənkələ cavab verdi. Beləcə, Mavi öz ailəsinə qovuşdu və bir daha heç vaxt sürüsündən uzaq düşməməyə söz verdi. Kərtənkələ isə səhrada yeni dostlara kömək etmək üçün yoluna davam etdi.